Salamlar, mənim üçün əziz, dəyərli, gözəl izləyicilərim, əziz abunəçilərim, hər birinizi xoş gördük. Bugün kanalıma yeni qoşulanlar da varsa, hər birinizi onları da salamlayıram, onları da xoş gəldiniz deyirəm. Bugün xüsusi salamlarımı göndərəcəm. Gözəl qızım, daimi izləyicim, hər zaman mənə xoş sözləri yazan, ürəkdən, inanıram ki, ürəkdən yazır o sözləri, həqiqətən çox xoşuma gəlir. Mənə qürur verir, mənə daha çox həvəs verir. Belə daimi izləyicilərimin mənə yazdığı o şərhlər, içdən gələn, səmimi şəkildə yazılmış xoş sözlər mənə həqiqətən həvəs verir. Bu videoları çəkmək üçün daha çox həvəslənirəm. İnanıram ki, hər biriniz yararlanırsınız videolarımızdan. Nuray qızımla buradan qucaq dolusu salamlarımı göndərirəm. Nuray Həmzəyeva, Əhmədova Fatimə qızımıza salamlarımı göndərirəm. Xamedova Zeynəb qızımıza, İbrahimli Leyla qızıma salamlar. Dadaşlı Qərənfil qızımıza salamlar. Ləman qızıma salamlar. Aylin 6-cı sinifdir. O mənə 6-cı sinifdən yazmışdı. Mən də dedim ki, 6-cı sinifə yeni videolar çəkmirəm qızım, amma 7-ci sinifin videosunda sənin adını qeyd edəcəm. Əgər baxırsa buradan Aylinə də salamlarımı göndərirəm. Sonra Dünya qızımıza salamlarımı göndərirəm. Bala Kişiyeva Dəniz qızıma salamlarımı göndərirəm. Ağa Kişiyeva Fatimə qızıma salamlar buradan. İsmaillı Məryəm balamıza salamlar. Görün nə qədər qızlarım var mənim. Aysel Baxışova qızımıza salamlar. Aysel də bizim daimi izləyicimizdir. Buradan ona salamlar, sevgilərimi göndərirəm. Hər birinizə uşaqlar. Rüqəyə qızımıza salamlarımı göndərirəm. Nəzrin Babayevaya salamlarımı göndərirəm. Nəzrin Babayevaya bir daha salamlar. Milana özü dedi ki, mənə ürək qoyun qarşısına. Mən də Milana'nın adını xüsusilə qeyd elədim və yanında da qoşa ürək çəkmişəm. Milana'ya buradan salamlarımı göndərirəm qızım. Əlizadə Amil Quba rayonuna buradan sevgilərimi, sayğılarımı göndərirəm. Buradan salamlarımı göndərirəm Quba rayonuna bütün sakinlərinə. Eləcə də Əlizadə Amil balamıza, 7-ci sinifdə oxuyan Amil balamıza salamlar. 7A sinifinə və bütün şagirdlərinə salamlar. Mələk Həsənova qızımıza salamlar. Gülər qızıma salamlar. Şərifə Rüstəmli qızıma salamlar. Yeni eşidirəm, yəqin ki, yeni izləyicilərimizdəndir. Bəlkə də yeni deyil, daimi izləyicilərimizdir. Yenə də salamlarımı, sevgilərimi göndərirəm. Cavadzadə Ayan qızımıza salamlar. Məmmədli Əsma qızımıza salamlar. Aytac Həsənli qızıma, Allah hamısını qorusun. Maşallah, nə qədər görün. Qız adları çəkirəm bayaqdan. Aytac Həsənli qızımıza salamlar. Məmmədəliyeva Solmaz qızıma salamlar. İsmaillı Məryəm qızımıza salamlar. Gülərin adını çox sevirəm deyə 2 dəfə də qeyd eləmişəm görünür. Və Cavadova Nəsibə qızımıza salamlar. Ağa Kərimova Fatimə qızıma salamlar. Bir də Abdullayeva Məryəm qızıma 130 nömrəli orta məktəbə buradan qucaq dolusu salamlarımı göndərirəm, sevgilərimi göndərirəm. Hər birinizi çox istəyirəm. Sizlər mənim üçün həqiqətən dəyərlisiniz. Bu videoları paylaşmaqda məqsədim sizlərin irəli getməyinizdədir. Sizin daha çox yaxşı dərsinizi, yəni daha çox mənimsəmənizdədir məqsədim. Dilim topxurdu. Bilirəm ki, sinifdə uşaq sayı bəzən çox olur, müəllim çatdıra bilmir. Müəllimi də gəlin qınamayaq, amma biz bu videolara baxmaqla biz köçürmüş yox, daha çox yararlanmış oluruq. Hansı dərsləri anlamasanız, dərslərimizə baxın, videolarımıza baxın, özünüzdə qeydlər aparın. Ev tapşırıqlarını həddindən artıq dərəcədə sizdən xahiş edirəm. Ev tapşırıqlarını köçürməyin. Məqsədli şəkildə, aydın şəkildə, başa düşdüyünüz şəkildə tapşırıqları yazın. İlk öncə dərsimizdə qulaq asın ki, tapşırıqları da rahat şəkildə yazasınız. Gəlin dərsimizə keçək. Dərsimiz düzənlikdən zirvəyə iqlim. Yəni, daha doğrusu dənizdən zirvəyə. Yəni, dənizin sahilindən dağların zirvəsinə doğru iqlim necə dəyişir? Bugün ondan danışacağıq. Təbii ki, dağın ətəyindən zirvəsinə doğru iqlim bir-birini əvəz edir. Çünki hava çox soyuqlaşır yuxarıya doğru qalxdıqca və bunun da səbəbi var. Havanın, biz bilirik ki, hava günəş sayəsində qızır. Amma birbaşa günəş sayəsində yox. Günəş yer səthini qızdırır və qızmış yer səthi havanı qızdırır. Və bu şəkildə dağın zirvəsinə doğru getdikcə günəş radiasiyası artsa da, zirvədə günəş radiasiyası boldur, amma hava soyuqdur. Çünki həmin ərazilərdə hava seyrəkdir və seyrək olduğu üçün istiliyi saxlaya bilmir.
daha çox soyuq olur, hava şəffaf olur. Deməli, Azərbaycanın bəzi regionlarında iqlim tipləri müxtəlifliklə seçilir. Böyük Qafqazın yenə canımız, ciyərimiz Azərbaycanımızdır. Mövzumuz Böyük Qafqazın şimal-şərqi yamacı belə ərazilərdən biridir. Şimal-şərq deyəndə məsələ göstərilən ərazidir. Bura Xəzər sahili ovalıqdır, Samur Dəvəçi ovalığı. Bura Qusar Mali düzənliyidir və Böyük Qafqaz. Bu da yan silsilə və baş sarıcı silsilə. Bir hissəsini sadəcə təsvir ediblər. Bu hissə yan silsilədir. Böyük Qafqaz dağlarının silsilələrindəndir. Deməli, bu ərazi Xəzər dənizindən başlayaraq, yəni buradan başlayaraq Bazardüzü zirvəsinə qədər gəlir. Bax, burada A nöqtəsindən başlamış, Bazardüzü zirvəsinə qədər, B nöqtəsinə qədər gəlir. Söhbət bax, buradan gedir. Xəzər dənizi sahilləri -27 metrdir. Təsəvvür edin ki, B nöqtəsi də 4466 metr Azərbaycanın ən hündür zirvəsidir. Ona görə də Böyük Qafqazda düzənliklərdən yüksək dağlara doğru ardıcıllıqla yarım səhra, mülayim isti, soyuq, bir də dağ tundra. Yəni bütün iqlim tipləri var. Azərbaycanda olan bütün iqlim tiplərinə Böyük Qafqaz dağlarında rast gəlmək olur. Xəzər dənizindən Bazar düzünə qədər. Şaquli istiqamətdə orta illik temperatur 14 dərəcədən 0 dərəcəyə qədər azalır. Deməli, yağıntıların orta illik miqdarı 100 mm-dən 1200 mm-ə qədər artır. Deməli, orta dağlığa doğru, yəni Şaquli istiqamətdə qalxsaq, yağıntılar orta dağlığa doğru qalxacaq. 100 mm Xəzərdən sahillərindən, yəni 1200-ə qədər artacaq. Böyük Qafqazın şimal-şərq yamacının relyefi müxtəlif istiqamətlərdə uzanan dağ silsilələri hava kütlələrinin istiqamətini tez-tez dəyişir. Belə ki, dağlar şimaldan gələn soyuq hava kütləsinin əraziyə birbaşa daxil olmasının qarşısını alır. Yəni Böyük Qafqaz dağları elə bir istiqamətdədir ki, şimaldan gələn soyuq hava kütlələrinin qarşısını alır. Ümumi Azərbaycanın xəritəsinə baxsaq, düzdür, bu iqlim xəritəsidir. Amma fiziki xəritədə baxsaq, fiziki xəritədə deməli Böyük Qafqaz dağları belədir. Bu istiqamətdə, yəni soyuq hava kütləsinin şimaldan gələn soyuq hava kütlələrinin qarşısını alır. Yəni çox da respublikamızın ərazisinin çox soyuq olmağının qarşısını alır və buna icazə vermir. Sonra Böyük Qafqazın şimal-şərq yamacının relyefi müxtəlif istiqamətlərdə uzanan dağ silsilələri hava kütlələrinin istiqamətini tez-tez dəyişir. Belə ki, dağlar şimaldan gələn soyuq havanın qarşısını alır və birbaşa əraziyə daxil olmanın qarşısını alır. Burada sahil boyu düzən, dağ-ətəyi ərazilərdə əsasən şimal-qərb və şərq küləkləri, dağlıq ərazilərdə isə cənub, dağlıq hissələrdə isə cənub-qərb və şimal-şərq küləkləri üstünlük təşkil edir. Burasına diqqətlə baxmalıyıq. Sahil boyu ərazilərdə, düzən ərazilərdə, bir də dağ ətəyidə əsasən şimal-qərb və şərq küləkləridir. Şimal-qərb və şərq küləkləri. Amma dağlıq hissələrdə isə cənub-qərb və şimal-şərq küləkləri üstünlük təşkil edir. Küləyin orta illik sürəti 5 metr/saniyə, yəni saniyədə 5 metr sürətdə, bəzən 10 metr sürətdə və daha çox olur. Azərbaycanımız haqqında bu qədər. Yəni dənizdən zirvəyə iqlim bu qədər. Tapşırıqlarımıza baxaq. Deməli, A xəritəsinə əsasən sualları cavablandırın. Siz hər biriniz A xəritəsinə baxırsınız. A-dan B məntəqəsinə doğru relyef necə dəyişir? Bayaq dedik, hündürlüyü artır təbii ki. A-dan B-yə doğru, Xəzər dənizindən Böyük Qafqaza doğru qalxırıq deyə hündürlüyü artır və aradakı məsafə Xəzər dənizi səviyyəsindən başlayıb Bazardüzü zirvəsinə qədər uzanır. AB istiqamətində relyefin dəyişməsinə iqlim göstərisinin əlaqəsi, relyef dəyişəndə təbii ki, ona uyğun iqlim də dəyişir. Hündürlüyün artması iqlim tiplərinin temperatur və yağıntıdan asılı olaraq dəyişməsinə səbəb olur. Yəni, buna görə də A-dan və B məntəqəsinə doğru temperatur azalır, yağıntı isə artır. A və B məntəqələrində temperatur və yağıntılar arasında hansı fərqlər var? A məntəqəsində temperaturu yüksəkdir, çünki Xəzər sahilində də hündürlük aşağıdır. B məntəqəsində isə temperatur azdır. Amma A məntəqəsində yağıntı az, B məntəqəsində yağıntı çoxdur. Bir-birinin əksinə. Soyuq ərazilərdə yağıntı daha çox düşür və temperatur az olur, bir-birinin tərsi olaraq. Düzənlik ərazilərdə isə yağıntı az, hündürlük az olan yerdə də deməli temperatur çox olur. B, C, D şəkillərini müqayisə edin. Bu təsvirlərin relyef, temperatur, yağıntılar və canlı aləm haqqında hansı fikirlər? Deməli, B şəkli düzənliyi göstərir. Burada yüksək temperatur, az miqdarda yağıntı düşür. Temperatur yüksəkdir, yağıntı azdır, belə də yaza bilərsiniz. Və hansı iqlimdir? Yarım səhra qoççöl iqlimi təbii ki, hakimdir. C şəkli mülayim isti iqlimdə. Burada temperatur az, yağıntı biraz çoxdur. D şəkli temperatur 0 dərəcə və daha az olur. Dağ tundra iqlimi hakimdir. Burada isə yəni dağ tundra iqlimi hakim olur. Dəyərləndirmədən də danışmaq istəyirik. Deməli, A xəritəsində Avstraliya qitəsi təsvir olunmuşdu.
Xəritə və qrafikdən istifadə edərək sualları cavablandırın. Tələsik olduğu üçün dəyərləndirməni kitabdan izah etmirəm, birbaşa cavablarını deyəcəm sizə. Avstraliya hansı yarımkürələrdə yerləşir? Biz bilirik ki, Avstraliya ən kiçik materik olaraq həm cənub, həm də şərq yarımkürəsində yerləşir. Çünki ekvatordan aşağıdadır, Greenwichdən sağdadır. Ona görə Greenwichdən sağda yerləşdiyi üçün şərqdə, ekvatordan aşağıda olduğu üçün cənub yarımkürəsində yerləşir. Səhifə 32-də verilən xəritədən istifadə edərək Avstraliya hansı iqlim qurşaqlarında iqlim xəritəsinə baxsanız, deməli Avstraliya şimaldan cənuba doğru ardıcıl olaraq tropik və quraq qurşaqlarda yerləşir. Tasmaniya, Yeni Zelandiya adaları var ki, onlar da mülayim qurşaqda yerləşir uşaqlar. Düz Avstraliyanın cənubunda yerləşir. Tasman adaları var, bir də Yeni Zelandiya adaları. Bu ərazilər isə düşür mülayim iqlim qurşağı. Yəni siz bunu yazmasanız da olar. Sadəcə Avstraliyada hansı iqlim tipləri var? Biz onu deyəcəyik. İqlim qurşaqları var. Biz tropik, əvvəllər subekvatorial deyirdik. Ortada isə tropik və yenidən subtropik iqlim qurşaqları var. 3 iqlim qurşağında deyirdik. Amma indi tropik və quraq iqlim deyəcəyik uşaqlar. Darwin və Alice Springs şəhərləri temperaturuna görə bir-birindən nə ilə fərqlənir, necə fərqlənir? Darwin şəhərinin maksimum minimum temperatur arasındakı fərq azdır, amma Alice Springsdə temperatur fərqi çox böyükdür. Darwin şəhəri tropikdədir, Alice Springs isə quraq iqlimdə yerləşir uşaqlar. Biri tropikdə, biri quraqda. Yəni biri tropikdir, biri ekvatorialdır əvvəlki qayda ilə. Darwin şəhərinə yağıntıların çox hissəsinin yayda düşməsinin səbəbi nədir? Avstraliya cənub yarımkürəsində yerləşir. Ona görə də şimalda yay ayı cənubun qış ayına uyğun gəlib. Mən demişdim keçən dəfədə ki, bizdə yay, orada qışdır. Orada yay, bizdə qışdır. Yay ayında Avstraliyanın şimalında ekvatordan gələn rütubətli hava kütləsi bol yağıntı gətirir. İstər-istəməz, yəni şimal yarımkürəsində də, cənub yarımkürəsində də əgər tropikdə yerləşirsə, subekvatorial, yəni iqlim qurşağındasansa, orada yerləşiriksə, yay rütubətli, qış quraq keçir. Bir növ bizim əksimizə. Nə üçün səhralar əsasən qitənin cənub, mərkəzi və qərbində yayılmışdır? Çünki Avstraliyada uşaqlar mərkəzdə quraq iqlim hakimdir, Avstraliyanın mərkəzində. Ona görə də quraq iqlim tipində demək, bir də soyuq okean cəryanları. Yadınızda saxlayın, soyuq okean cəryanları səhra yaradır. İsti okean cəryanları isə rütubətli hava yaradır. Bax, soyuq okean cəryanları qərb hissədə səhraların yaranmasına səbəb olur. Soyuq okean cəryanı nə deməkdir? Yəni elə ki, okeandakı bir su kütləsidir. Bir növ çay axıntısı kimi təsəvvür edin. Həmin o su axıntısı isti olarsa, rütubətli hava şəraiti yaradır, humid iqlim. Amma soyuq cəryan keçərsə, o zaman arid iqlim, yəni səhra yaranır uşaqlar. Buna gələcəkdə daha çox tanış olacağıq. Avstraliya qitəsinin relyefi və hava kütlələri iqlim qurşaqları arasında hansı əlaqə var? Birbaşa əlaqə var. Deməli, Avstraliyanın şərq sahilləri boyu böyük sayıcı dağlar uzanır. Həmin o sıra dağlar Sakit okeandan gələn rütubətli havanın qarşısını alır və mərkəzə doğru getməyinin qarşısını kəsir. Ona görə düzənliklərdə isti quru olur hava. Amma ən çox yağıntı da böyük sayıcı dağlarının şərqinə düşür. Deməli, Avstraliyanın xəritəsinə baxsaq, fiziki xəritəsini açın, relyef xəritəsini. Biz onun sağında görəcəyik böyük sayıcı silsilə yerləşir. Böyük sayıcı silsilə Sakit okeandakı rütubətli havanı bütün özünün ətəyinə tökür də. Yəni yağan yağıntı sayıcı silsiləyə düşür. İçəriyə doğru getməyinin qarşısını alır. Necə ki, bayaq dediyim Böyük Qafqaz dağları şimaldan gələn hava kütləsinin qarşısını alır. O da bir növ o şəkildə. Darwin və Alice Springs şəhərlərinin iqlim qrafikinə uyğun gələn şəkilləri seçin. Heç Darwindəkilər bizi yeri gəlsə tanımırlar, amma biz görürsünüz oraları da axtarırıq, araşdırırıq, hər şeyi öyrənməyə çalışırıq. Darwin və Alice Springs şəhərləri baxaq görək. Deməli, Darwin şəhəri ikinci şəkil, yəni tropik iqlim. Alice Springs isə üçüncü şəkil aiddir, yəni quraq iqlim qurşağı. Bunu da uyğunlaşdırırsınız və inanıram ki, hər şeyi izah edə bildim. Anladınız, hər şeyi başa düşdünüz və dinlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Kimlər ki, abunə olub, kimlər ki, mənə gözəl şərhlər yazır, mənim əziyyətimi ki, dəyərləndirir və bu dəyərə layiq görürlərsə, mənim bu əziyyətə, necə deyim, mənim əziyyətimi ki, dəyərləndirirlərsə, hər birinə, yəni xüsusi təşəkkürlərimi bildirirəm. Təşəkkür edirəm ki, yaxşı ki, sizin kimi izləyicilərim var, amma çalışın, üzünə köçürməyin, dərsi anlayın, başa düşün, ondan sonra tapşırıqlarınızı yazın uşaqlar. Hər birinizə uğurlar arzu edirəm. Növbəti videom çox güman ki, bazar günü çəkiliş olacaq. O vaxtacan sizə uğurlar. Sağ olun.